Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və haqqı bilməyənlərin istəklərinə tabe olma. Çünki onlar səni heç bir vəclə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalimlar bir-birinin himayədarıdırlar. Allah isə müttəqilərin himayədarıdır. Bu Qur'an insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib, yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər. Nə pis mühakimə yürüdürlər. Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məyər düşünüb anlamırsınız? Onlar dedilər, həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların dəlili, əgər doğru deyirsinizsə, atalarımızı dirildib gətirin deməkdən başqa bir şey deyildir. De ki, Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkki şübhə olmayan qiyamət günü dirildib